Zəyi vururdunuz marşruta, məktəbə, yaxın olsun, qapısına can, asfalt olsun. Həmən evin təqdimatındayım. Mətbəx mebeli quraşdırılıb, hamam aksesuarlarda sabah tamamlanacaq. 3 otaqdan ibarətdir. Və həyətyanı sahəsi budur, hörmətli izləyicilər. Olanı budur. Yerdən kürsülüdür. Bu hissədə də ərazisi var ki, kombi üçün bu hissədə yer ayrılıb, üst hissəsi bağlanıb. İstəsəniz buradan bir qapı qoyub, dam kimi də istifadə edə bilərsiniz. Evin digər yanında da məsafəsi var. Sağı, solu açıqdır, dəyərli izləyicilər. Önü də yoldur, yan hissəsi də yoldur, digər hissəsidir. Qonşu ilə mühafizə saxlanılıb. Baxın, evimizin üz görünüşü bu cür nədir? Çöldən də sizə göstərib. Baxın, dəyərli izləyicilərimiz, evimiz budur. Bu hissədə yoldur, öndə yoldur. Marşrut xəttindən məsafəsi gördüyünüz kimi, bu hissədən marşrut xətti keçir. 569 nömrəli marşrut xətti. Açarlar bizdədir. Öncədən gəlməmişdən xəbər edeyim. Mərkəzi kanalizasiyadır. Baxın, dəyərli izləyicilər, bu da bu hissədədir. Kanallar hər birisi var. 24 saat vasitəsiz verilir. Zinzəmizdə var ki, artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Daxil olan evimizin sahəsinin təqdimatına baxın, belə bir dəhliz bizi qarşılayır. Sağ tərəfdə mətbəx yerləşir. Mebel quraşdırılıb. 2 yanaşı şəkildə yataq otağı, qonaq otağı, sanitar qovşaqdan ibarətdir. Bura yataq otağından birincisi. Aynanın qarşısına baxın, açıq. Həyətyanı sahəsinə heç bir pəncərə baxmır. Burada yerləşir digər yataq otağı. Bax, devin evin yan hissəsi açıqdır, mühafizə saxlanılır. Baxın, pəncərənin qarşısı açıqdır. Torpaq sahəsi boşdur, sizə məxsusdur. Abşeron rayonu Masazır qəsəbəsindədir. 6 saylı məktəbin yaxınlığında 569 nömrəli maşın xəttinə gördüyünüz kimi 100 metr məsafədədir. Burada isə qonaq otağı yerləşir, pəncərəsi həyətyanı sahəsinə baxır və sonunda sanitar qovşağını göstərir. 64-ün statlı qiymətli real müştərilərlə qiymətdə razılaşmaq olacaq. Ne edirsiniz? 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb gəlib bu evimizə sahib olursunuz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayasınız.